Braziliya kimlik olaraq gözəl futboldur. Yəni joga bonito. Yəni əgər gözəl bir futbol anlayışı varsa, əgər bir estetik bir futbol izləyəcəyiksə, əgər bizə bəxş olunan bir zövq varsa və o zövq bizə vəd olunubsa, bu vəd olunmuş zövqü gətirəcəksə Braziliyalılar gətirəcək və bizim yaddaşımızda da mənə elə gəlir ki, bu həmişə belə olub. Əlbəttə insanlar müxtəlif formalarda başqa ölkələrə azarkeş ola bilər, amma bizim Braziliyadan gözləntimiz nədir? Bizim Braziliyadan gözləntimiz odur ki, hansısa bir qaqaş çıxsın, hansısa bir uşaq çıxsın, çox yaxşı bir hərəkət eləsin, çox maraqlı oyun oynasın. Pasla oynasınlar, gözəl oynasınlar, oyuna baxa-baxa zövq alaq, templə oynasınlar. Əlbəttə, indi bəlkə də Braziliya həmin o ulduz, parıldayan dövründən uzaqdır. Çünki futbol da biraz sənayeləşib, futbol da robotlaşıb və həmin o istedadlar bəlkə çıxa bilmir. Çıxsa da artıq professional səviyyədə, Avropada futbol elə səviyyədə oynanılır ki, ona tab gətirə bilmirlər, həmin səviyyəni qoruya bilmirlər, həmin səviyyəyə cavab verə bilmirlər. Buna baxmayaraq, mənim üçün uşaqlıqdan gördüyüm həmişə o idi ki, futbol oynanılacaqsa onu Braziliyalılar oynayacaq.